Deyir elə ki, ciyərləri parçalandı. Dedi ki, get Hüseyni çağırın. İmam Hüseynə xəbər verdilər, qaça-qaça gəldi. Gördü, oturub İmam Həsən rəngi saralıb. Eşitmişəm bir neçə Arifdən, deyir, xanım Zəhra, deyir, heç Həsənimə ağlamırsınız. Çox ağlamırsınız. Deyir, gəldi, gördü ki, rəngi saralıb. Deyir, elə bir hala düşdü, ağladı İmam Hüseyin, qalxdı, des ayağa, deyir, o vəziyyəti ilə İmam Hüseyini bağrına bastı. Ağlaya-ağlaya dedi, la yevmkə yevmikə, ya Əba Abdillah, heç bir gün sənin günüvə çatmaz, yeri var, mən sənə ağlayam. Bu məqamda müsibətlər anası Ummul Məsaib Zeynəb daxil oldu. Zeynəbin ayaq səsini eşidən kimi İmam Hüseynə dedi ki, dodağımın qanın sil, Zeynəb məni belə görməsin. Zeynəb məni bu halda görməsin. Apardılar, dəfn eləməyə bilirsiniz, cənazəsi oxlanan yeganə imamdır. Cənazəsinə ox atdılar. İmam Hüseyin qəbrə qoydu, o gün dedim, belə dedi, bax dedi, qarət olunan o deyil ki, malını oğurlasınlar. Qarət olunan mənəm ki, sən əlimdən aldılar. Belə bir roz oxudu başının üstündə. Gəldi, dedi ki, Zeynəbə deməyin ki, Həsənin cənazəsinə ox atıblar. Gəldi, deyir, qadınlar da ağlayanda biri dedi, ay cənazəsi oxlanan. Deyir, Zeynəb durdu ayağa, necə mənim qardaşımın cənazəsinə ox atıblar. İmam Həsənə deyirəm, taqətin yox idi. Taqətin yox idi, Zeynəb səni bir halda görsün ki, qanın dodaqlarının üstündədir. Kərbəlada necə gördü, necə dözdü. Gəldi, gördü, baş bədəndən ayrılıb, baxdı, Peyğəmbər yadına düşdü. Ya Rasulallah, haza Hüseynun murəmmelun biddima. Ya Rasulallah, bu sənin Hüseynindir. Həmin o Hüseyin ki, qucağında bəsləyirdin, indi qanına boyanıb, bədən üzvləri bir-birindən ayrılmış halda. Əla lənətullah aləl qavmiz zalimin.